Bəs insanda üçüncü ehtiyac, düşüncədən yaranan ehtiyac var. İnsan əgər düşüncədən yaranan ehtiyacını təmin etməsə nə baş verir? İnsan əgər düşüncədən yaranan ehtiyacını təmin etməsə, insan ölür. Amma nə baxımından ölür Kərbəlayı, siz mənə kömək edin. Düşüncə baxımından ölürdü. Yadınızdadır. İnsan ölür, amma nə baxımından? Düşüncə baxımından. Əgər düşüncəsini təmin etməsə, indi sual, dünya bizim düşüncəmizi təmin edə bilər ya yox? Xeyr, dünya təmin edə. Burada o iki dənə ehtiyacı təmin edirdi. İki qabaqçı ehtiyacı dünya təmin edirdi. Amma bu bir ehtiyacı ki, hardan gəlmişəm, niyə və hara gedirəm, bunu dünya təmin edə bilməyəcək. Çünki dünya özü müvəqqəti və fanidir. Dünya özü aslı bir yerdir, aslı bir varlıqdır. Heç vaxt aslı varlıq sənin üçün bəqa, baqilik rolu oynaya bilməz. Aydındır. Dünya özü aslı bir yerdir, varlıqdır, fanidir yəni. Fani olan bir şey sənə deyə bilməz sən hardan gəlmişsən. Çünki özü fanidir. Çünki özü də hardansa gəlib. Aydındır. Amma dünya fanidir. Bəli, materiya aləmi, maddi aləm fani aləmdir. Bəli, çünki dəyişkənlik var. Düşüncə olmasa adi robot olur. Mən robot demirəm. Mən robotdan dəqiq bir misal deyirdim. Əgər diqqət eləsiniz o aşiqlik məsələsinə, o robot o heç nədir. Aşiqlik məsələsinə diqqət edin. İnsan əgər düşüncə əhli olmasa insanda, insan olur inək formasında, yəni inək kimi olur. Mən o gün hədislə dedim, insan yatanda onun ağıl ruhu bədəndən xaric olur, amma heyvanı ruhu bədəndə qalır. Yəni nə? İnsan yatanda eynən həmin inək kimidir. Mən üzr istəyirəm ifadəyə görə, bu həqiqətdir. Yəni düşüncə tətildir. Orada düşüncə yoxdur. Yəni istəyirsən biləsən inək necə yaşayır bu dünyada. Sən yatanda nə formada olsan, bədənin hiss edir. Bir həddə hissiyatın var. Hətta hiss edirsən ətrafında nə baş verir. Amma nəticə ala bilmirsən. Sual verə bilmirsən. Bəli, sual versən artıq ayrılmışsan. Bil ki, ayrılmışsan. Təqribən məsələ belə bir şeydir. Aydındır. Odur ki, düşüncə çox dəyərli və mühüm bir məsələdir. Çox böyük bir neymətdir. Çox böyük dəyərli neymətdir. Əslən, insanı bütün varlıqlar ilə fərqləndirən onun düşüncəsidir. Sadəcə düşüncə mekanizması nədir? Bu çox dərin bir bəhsdir. Mən yenə işarə edirəm düşüncə mekanizmasına, məhsusat, bunları inşallah istəyən qardaşlar mən bir dəfə açıqlayaram. Məhsusat, mütəxəyyilat, məqulat bölməsində insan birbaşa anlamlar ala bilir xaricdən və ikinci dərəcəli anlamlar. İkinci dərəcəli anlamlar alandan sonra artıq insan başlayır təsdiq sahəsinə qədəm qoymağa. Təsdiq sahəsinə qədəm qoydu, artıq başlayır məchulatı, naməlum məsələləri məluma çevirməyə. Çünki təsdiq etmək, hökm eləməklə nəticə, müqəddimələr qurub nəticə almaq ilə. Buradadır ki, İnsan səbəb və nəticə qanununa çatır. Səbəb və nəticə qanununa çatmayı bilirsiniz nədir? Yəni, niyə, mən haradan gəlmişəm, kiməm və haradan gedirəm? Və hara gedirəm? Yəni, ali ehtiyac burada artıq düşüncə mekanizmasından irəli gəldi. Düşüncə avtomatik. Bizdə üçün düşüncə var, bizdə ali bir ehtiyac üzə çıxır. Çünki avtomatik biz nəticə alırıq ki, hardansa gəlmişəm. Maraqlı budur ki, dünya bizim ali ehtiyacımızı təmin edə bilməz. Çünki ehtiyac ki gəldi, gərək bu təmin oldu. Təmin edə bilməz dünya. Niyə? Çünki dünya özü fani bir yerdir. Fani bəqanın işini görə bilməz. Həmişəliyin işini görə bilməz. Sənə deyə bilməz. Çünki dünya özü də hardansa gəlib. Sən gərək o mənşəyi tapasan, hardan gəlmirsən, kimsən və hara gedirsən. Mənşə özü gərək nə ola? Əbədi ola. Özü gərək baqi ola. Ona dedik, onu biz necə təsəvvür elədik? O mənşəni mütləq varlıq anlamı ilə o təsəvvürlə gəldi zehnimizə.